İran Azərbaycanın xoş niyyəti qarşılığında bu cür təxribatlardan çəkinməlidir. Xüsusilə də çox təəssüflər olsun ki, bu Sepah sanki Azərbaycandan qisas alır. Çünki biz son dövrlərdə İran mediasında, xüsusilə də Azərbaycan dilli segmentdə Azərbaycana qarşı bir nifrət hiss etməyə başlamışıq. Azərbaycana qarşı, Azərbaycan media nümayəndələrinin açıqlamalarına qarşı, Azərbaycan siyasi rəhbərliyinin bu xoş niyyətinə qarşı biz yanlış bir mövqe görürük və bu deməli planlı bir iş imiş və bu planlı işin bir tərkib hissəsi kimi dəyərləndirilməlidir və bununla da məsələn ki, o Azərbaycana qarşı mövqe tutan o Azərbaycan dilli mənsubları da mən düşünürəm ki, öz fəaliyyətlərini dayandırmalıdırlar, başqa işlə məşğul olmalı. Çünki biz İranın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşmışıq. İranda yaşayan bütün müsəlman qardaş bacılarımıza hörmətlə yanaşmışıq. Ancaq İslam pərdəsi altında Azərbaycana qarşı bu təxribatlarını İran davam etdirməməlidir və unutmamalıdır ki, İranda 45 milyon Azərbaycan türkü yaşayır və milyonlarla digər bizim türk qardaş bacılarımız yaşayır ki, onların hissləri ilə oynamaq olmaz və xüsusilə də bir daha qeyd edirəm, Azərbaycanın ortaya qoyduğu bu xoş niyyət qarşılığında bu addım heç cürə başa düşülmür və burada heç bir məntiq biz tapa bilmirik və Tehran öz yanlışlarını düzəltməlidir, Azərbaycandan üzrxahlıq etməlidir.